Al səni keçən dəfə demədim bu məhəllədə bir görməyim səni. Başın gedib əsən. Abi yok hep bir mənim bu. Nə oyam? Ho, necəsən? Axşam gəlirsən də eləmək. Ağırtım olsa gələcəm. Məhəllədə az borcluq eləyir. Özünə get saçma rəngi. Sən yolu get ala. Akşinsanla gəldi ala. Bax bütün dostlarıma söz vermişəm ki, qardaşım da axşam məndən gələcək. Almalar ki, bir dəfə gəlsin. Qaqa bilmirəm, papa da bayaq zəngirəmişdi. Xəbər edək də heç olmasa ona. Ax xəstəsən sən, papaya xəbər versək qoymayacaq getməyə. Diri ol biraz, de görüm gəlirsən. Yaxşı, gəlirəm. Qaqa mən çöldəyəm, başım ağrıdı səsdən. Hə, get işində ol, bir saata çıxar. Kiçik, sən bilirsən mən kiməm? Yox, qardaşım demişdi ki, xanımı çağır. Sən qardaşım. Ağa, nə vurursan? Alo, kimdir danışan? Ay səsin gəlmir. Ate, qardaşım çöldə döyürlər. Cənab da video çəkir. Boynu yerə soxur. Nə deyirsən? Mırtdaşırsan məndən, hə? Akşin qalx ayağa, artıq mən həll edəcəm. Ay pət, sən kimin qardaşın bu? Zor elləm Fuat, sən bu söhbətə qarışmaram. Mənim yanımdakı birinə söz atır. Ay vəxşi sənin də, sən yanındakının da. Salam. Fuadla mı danışıyorum? Siz kimsiniz? Hardan tapdınız onu? Kim olduğumu bilməm yoxdur. Klub'a qayıt, 2 kəlmə söhbət edəcəyik. Oldu, yaxşı gəlirəm. Salam Fuad. Necəsən? Böyük ehtimal məni tanımırsan. Görüm necə oldu hadisə. Mən heç nə eləməmişəm, səhvim oldu. Qardaşıma sataşıb. Bilirsən Fuad, mən səni də tanıyıram, sənin qardaşını da tanıyıram. Məndən də ki sizə ziyan gəlməz. Başa düşürsən mi? Başa düşürəm, bəli, hə. Fuad, dediklərimə yaxşı qulaq as. Böyük ehtimal bıçaqladığın adamları qardaşını indi tutublar. Həyəcanla, qardaşına da kömək edəcək. Burada görüşməyimiz önəmliydi. Amma söhbətimizi burada davam etdirə bilmərik. Mən isə gedirəm. Biz hara gedirik? Çox sual vermə. Axırda görəsən. Bura haradır belə? Bura mənim ofisimdir. İş görüşmələrimi burada edirəm deyə keçənəm. Səndə böyük potensial var Fuad. Bilirsənmi? İşlərim son vaxtlar yoluna getmiş. Bəs bu söhbətin məndə nə əlaqəsi? Sən Fuad, sən mənə kömək edəcəksən ki, mən də sənə kömək edəcəm. İndi mən başa düşmədim, mən tam olaraq nə edəcəm? İşin sadədir. Daha sonra daha aydın şəkildə də danışacağım səninlə. Sənə verilən bəzi kargoları müəyyən yerlərə aparacaqsan və müqabilində həbsxanaya sən və qardaşın girməyəcəksiniz. İndidən birlikdə işləyəcəyimiz üçün minnətdir.
edərəm Fuad. İç səsim mənə verdiyim qərarın çox yanlış olduğunu deyirdi. Amma qardaşım və özüm üçün başqa yol yox idi.